başlaya bilərik. Deyilənə görə Müslüm Maqomayev radio üçün marşı yazmazdan əvvəl fikirlərini sizinlə bölüşüb, sizinlə məsləhətləşib. Doğrudur. Mən o vaxtı elə təsəvvür eləyirdim. Musiqi yalnız səhnə içindir. Düşünürdüm, musiqi yalnız alqış olanda yaşayır. Üzeyir bəy, Müslüm, xoş gördük. necəsiz? Elə sizi axtarırdım. Bir məsləhətiniz lazımdır. Məsləhət? Deyəsən məsələ ciddidir. Mənə radiodan yazıblar. Onlar üçün marş yazmağımı istəyirlər. Marş? Radyocu? Bəli, radio üçün. Artıq yeni bir dövr başlayır. İndi orkestrin səsi zaldan deyil, hətta havadan belə eşidiləcək. İnsanlar harda olursa olsun, musiqi onların qulağına gedib çatacaq. Havadan musiqi. Biz musiqilərimizi böyük səhnələr üçün, orkestrlərin ifası, insanların dincəlməsi üçün yazırıq. Mən sizi başa düşürəm Üzeyir bəy, amma radio gələcəkdir. Radio xalqın səsidir. İndi Azərbaycan radiosu danışacaq. Gələcəyə qulaq verin. Görünür gələcək qapımızı döyür. Özdə möhkəm döyür. Danışır Bakı. Hörmətli dinləyicilər, indi isə sizi Azərbaycan bəstəkarlarının əsərlərini dinləməyə dəvət edirik. Salam. Salam bala. Aha. Bunu koyaq. Bunu da əlavə edək. Düzəldi. Buyur oğlum. Çox sağ olun. Həsrətindən yandım o da, gözlərinə canım fəda. Ay bibi, yenə yolu bağlamısan. Həsrətindən yandım o da, gözlərinə
Amma radio mənə başqa həqiqətləri göstərdi. Musiqi səhnə axtarmır. Radio musiqini 4 divardan çıxarıb havaya qaldırdı. Zamana da, məsafəyə də qalib gəldi. Salam. Salam. Hələlik efiri bu buruqla ötürəcəyik. Təzə güllə hazır olana kimi. Buruğun hündürlüyü 44 metrdir. Ümid eləyirəm dalğanın ötürülməsində problem olmayacaq. Məncə də. Aydın müəllim, salam. Sizin çıxışınız 15 dəqiqədən sonra başlayır. Bilirəm, yadımdadır. Sabah televiziyada ilk efir günüdür. Hamı həyəcan içindədir. Həyəcan varsa, demək həyat davam edir. Deyirlər televiziya gələndən sonra artıq heç nə əvvəlki kimi olmayacaq. Teatrı, kinonu, hətta radionu da kölgədə qoyacaq. Televiziya radionu kölgədə qoymaq üçün yox, onun davamı olmaq, səsini görüntüyə çevirmək üçün gəlir. Dünən qulaq asırdıq, bugün baxacağıq. Əsas odur ki, xalq bizim səsimizi eşitsin. Nə qədər radiomuz var, musiqimiz yaşayacaq. Musiqimiz yaşadıqca biz də yaşayacağıq. Olur. Sağ ol. Nəcibə xanım, gəldiniz, biz də sizi gözləyirik. Buyurun, keçin, əyləşin. Necəsiz? Həyəcanlanmayın, sağa sola baxmayın, gözləriniz qırpmayın. Kameranın qırmızı ışığı yanında danışmağa başlayın, yaxşı? Mikrofonu düzəldim. Onu götürə bilərəm. Hazırıq? Əla. Dostlar, hazırıq. Səs var. Görüntü var. 5 4 3 2 1 efir. Danışır və göstərir Bakı. Bizi izləyən hər kəsi televiziyamızın fəaliyyətə başlaması münasibəti ilə ürəkdən təbrik edirik. İndi isə sizi Bəxtiyar filminə baxmağa dəvət edirik. Deyirlər efirdə problem yaranıb. Nə problem? Bəli. Təsdiqlədilər. Efirə səs getmir. Bugün sonuncu dəfə siqnalı bu qrupu ilə ötürürük. Problemlər bitdi. Yeni ötürücü təkcə Bakını yox, bütün ölkəni birləşdirəcək. Səs, görüntü hər yerə gedib çatacaq. Əziz dostlar, həyatımızın bir ili də tamam oldu. Biz 1956-cı ili yola salıb, 1957-ci ili qarşılayırıq. İndi
İndiyədək mağazalarda yüzlərlə televizor satılmışdı. Bakı Kirabat radio reli xəttinin başa çatdırılması qədim şəhərdə böyük bayrama çevrildi. Əziz dostlar, bugün Azərbaycan televiziyası Tribünalarda bir dənə də olsun boş yer yox. İçərisində insan olan Vostok gəmi peyki kosmosa qalxdı. çalır, oynayır, oxuyur, Cəmmunti qarşı salır boynunu. Salam hörmətli tamaşaçılar. Bu məndə, o məndə, arabada savab da məndə. Aktyor ömrünü də belə ulduzlara bənzətdi. Yaddaşımızdan boylanan nəğmələr arxasından Kinoda, mavi ekranda yarattığı yüzlerce obraz. Anacığım, can ana. Gözlərimdən tanıram sən başının aralı. Bakıya gedəndə mənə də özümdən girmişlər. Məni bu demə oğlan arasında qoymasan. Özəcə qədəm qoyduğumuz 1987-ci il. Büyük azam nəsibi budur. Geçmişimize nəzər salıb gördüyümüzü, elədiyimizi götür-qoy edəndə Salam uşaqlar. Sürmə çəkdim gözümə. Hoş gördük, hörmətli tamaşaçılar. Sovet ordusu teleradionun ürəyini hədəf seçdi. 20 yanvarın böyük çətinliklə lentə alınmış. Salam yoldaşlar. Axşamınız xeyir. Əsl həqiqəti dərindən dərk etməyə qədərincə imkan verən bu kadrlar. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. 1995-ci ilə əlvida deyib, O dedi yox, 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 yox. Hoş gördük əziz dostlar. Olması başa çatdırılmış mühəndis korpusunda Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm. Mən Azərbaycanlıyam. Azərbaycan televiziyasının efirində xəbərlərin saat 20-yə olan buraxılır. Eşq olsun Azərbaycan xalqına. Asr xəbərin əsas buraxılışında xoş gördük. Azərbaycan kimi ölkədə yaşamaq xoşbəxtlikdir. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr indi. Şanı azad et. Aradan!